Son dostlar, bugün sizlerle birlikte public mentorshipimizin 3-cü dərsini keçəcəyik, hansı ki, bu dərs çox vacibdir. Digər dərsləri artıq izləməlisiniz, yəni bu dərsi anlamaq üçün. Çünki hər biri bir öncəki dərslə əlaqəli olacaq dediyim kimi. İndi burada nəyimiz var? Deməli, bugün sizlərə SMT və HSMT öyrədəcəm. Deməli, SMT-nin və HSMT-nin necə önəmli olduğu, yəni quarterly teorini bilən biri, yəni ən azından HSMT və SMT-nin nə olduğunu bilən biri bilməlidir. Yəni həqiqətən quarterly teorinin ən vacib nöqtələrindən biridir. Forex üçün Euro-USD, GBP-USD DXY-yə baxa bilərsiniz. İndekslər üçün hansı ki biz burada trade edirik, çünki quarterly teorinin burada daha çox işlədiyini düşünürük və həmçinin daha rahatdır deyəndə, yəni prop firmalarda bir çoxunu futures tabanını işlətdiyimiz üçün NQ-ESY bizim üçün daha sərfəlidir. Commodities üçün gold, silver və platinum baxa bilərsiniz. Quarterly teoriya baxırsınızsa, SMT və HSMT baxırsınızsa və ya başqa belə deyim, gələcəkdə keçəcəyim başqa növlərə baxasınızsa, hansı ki PSP, PRC, TPT-ni keçmərəm çox güman ki. PSP, PRC, swing divergence kimi şeylərdir. SMT və HSMT. SMT nə deməkdir? Sequential SMT. Biz SMT-ni bilirik də, yəni çox rahat şəkildə oynaya bilərik. Məsələn, yəni burada bu weekləri açaq birinci. HSMT-ni izah edəndə bağlayalım. Məsələn, biz bilirik də, yəni SMT nədir? Məsələn, deyək, buradakı bu şeydə nədən oldu? Low-u deyək, Y saldı, məsələn, NQ alanmadı. Bu, məsələn, bizim üçün SMT olur. Yəni, bu hər high və hər low-da götürə biləcəyimiz bir şeydir. Amma SMT-yə gəldikdə isə biz burada artıq quarterları işləyəcəyik. Yəni, quarterların high-nə və low-na baxacağıq. Okay. Və SMT-nin çox güclü olmasının səbəbi də yəni price və time-ı eyni anda işlədə bilmə gücüdür. Və SMT-nin necə işləndiysə, məsələn, quarter və ardıcıl quarterlarda SMT olmalıdır. Yəni high-ında və ya low-unda. Məsələn, quarter 1, quarter 2, quarter 2, quarter 3, quarter 3, quarter 4 və quarter 4, quarter 1. Yəni ardıcıl olaraq olan quarterlarda SMT olmalıdır. Yəni əgər məsələn quarter 1 ilə quarter 3 arasında SMT varsa, biz bunu SMT kimi götürə bilməliyik. Və deyilənə görə ən güclü SMT Q3 ilə Q4 arasında olandır və mənim belə desək ən böyük kurallarımdan biri, yəni qaydalarımdan biri, işəm girməmişəm qabaq. Əgər SMT-im yoxdursa, high time frame və low time frame, bunu gələcəkdə izah edəcəm. Two stage SMP, three stage SMP kimi növləri var. Məsələn, weekly time frame-də weekly cycle SMT-im var və 90 minute cycle SMT-im də həmçinin weekly cycle SMT-nin yönündədir. Bunu indi izah edəcəm sizə. Və əgər yoxdursa high time frame SMT, mən çox zaman o günə heç trade baxmıram. Biz indeksləri trade etmək üçün əsasən NQ, ES və VM-ə baxacağıq dediyim kimi. Biz quarterların high-ını və low-unu nəzərə alırıq. Yəni spesifik bir high və low-lar nəzərə alırıq, hansı ki quarterların high-ını və low-unu. Cracking correlation demək nə deməkdir? Yəni bir çoxunuz çox yerdə görə bilərsiniz. Biz bu terminə hər hansı bir uyuşmamazlıq gördükdə digər pairlərlə o zaman işlədik. Məsələn, NQ-da NQ 90 minute cycle-ın high-ını alamayıb, digərləri alıbdır. Bu bizim üçün məsələn SMT-dir və cracking correlation kimi gedir. Burada ən böyük diqqəti ona vermək istəyərək ki, low time frame-də olan SMT high time frame-də olan SMT-nin yönündə olmalıdır. Drop on liquidity və bias yönündə SMT bizim üçün vacibdir. Drop on liquidity və bias yönündə olmayan SMT bizim üçün sadəcə retracement rol oynayır. High time frame SMT vasitəsilə biz biasımızı müəyyən edə bilərik. High time frame dedikdə nəyi nəzərdə tuturam? Monthly cycle və weekly cycle. Əslində, yəni əsasən biz bunları fokuslanacağıq. Çünki quadrennial cycle, yearly cycle, quarterly cycle bunlar
daily və daha üst time frame'lərdə işlədilir. Məsələn, burada izah eləmişəm. Məsələn, Londonun 15 dəqiqəlikdə biz nəyə baxırdıq? Daily cycle-lar düzdür. Məsələn, Londonun high-ını ES gəlib alıb, YM gəlib alıb, amma NQ gəlib ala bilmibdir. Gördüyünüz kimi bu bizim üçün artıq bir daily cycle SMT-dir. Okay. Məsələn, bunu necə trade edə bilərsiniz? Düşərsiniz, microcycle SMT-də görərsiniz, bunu belə trade edə bilərsiniz. Yəni two stage SMT. Sonra dediyim kimi daily cycle SMT gördükdə 15 minutda time frame-də konfirmasiya gözləmək daha yaxşı olar. Çünki GIST-mi baxırsınız, IFVG-mi baxırsınız, özünüzdən asılıdır bu. Weekly cycle SMT gördükdə isə 1 hour time frame-də konfirmasiya gözləyin. Həmçinin yəni time frame alignment-ı mütləq şəkildə edin. Məsələn, 90 minute cycle görüb də gedib 1 dəqiqəlikdə açın qrafiki və orada işləm axtarın. Gedin 90 minute cycle olandan sonra 5 dəqiqəlikdə konfirmasiya gözləyin. Hə, 5 dəqiqəlik konfirmasiya verir. Hə, onda gedib microcycle baxa bilərsiniz. Və ya yəni dediyim kimi monthly cycle SMT-ni məsələn 1 dəqiqəlikdə siz işlədə bilmərsiniz, yəni konfirmasiya axtarmaq üçün. Məsələn, monthly cycle-da bir cracking correlation görərsiniz. Və monthly cycle nə idi? 4 saatlıq idi də, düzdür? 4 saatlıqda gözləyəsiniz artıq konfirmasiyanı. Dediyim kimi time frame alignment-ı mütləq şəkildə vacibdir. Deməli, SMT-nin necə işlədiyini, daha doğrusu SSMT-nin nə olduğunu artıq bilirsiniz. Ardıcıl olan quarterların high-ında və ya low-unda belə uyuşmamazlıq olduğu zaman və çox güclü bir belə desək mövzulardan biridir quartal teoriyada və çox güclüdür həqiqətən. Yəni doğru şəkildə işlətsəz sizin win rate-inizi və RR-ınızı həqiqətən yüksəldə bilər. İndi gəldik SMT-nə çox güman ki, başa düşdü və yadımdan çıxmamış deyim. True openlar da yəni belə desək, məsələn, New York Open-un üzərində qoymuşuq da burada. New York Open-un üzərində və 15 dəqiqəyə keçək, çünki biz harda baxmışdıq. Məsələn, burada True Day Open-un üstündə və True Week Open-un üstündə qoymuşuq və yəni SMT-ni, amma NQ-də məsələn bunu qoya bilməmişik. NQ-də heç True Day Open üstə gələ bilməmişik. Amma məsələn şeydə baxanda, YM-də baxanda yenə görürsünüz ki, True Day Open və True Week Open üzərində qoymuşuq. Əgər biz True Day, yəni True Open-ların üzərində qoyarıqsa SMT, bu bizim üçün daha yaxşıdır. Səbəbi də odur ki, yəni qiymət artıq oradan, biz nə demişdik, bizim əgər long biasımız varsa, True Day Open-un üzərində məsələn short axtaracağıq, düzdür? Yox, əgər bizim long biasımız varsa, üzrlüsən, True Day Open-un altında məsələn deyək, long baxacağıq, düzdür? Yəni məsələn deyək ki, burada long biasımız var idi. ES gəldi buranı, gəldi şeylədi, nə idi onun adı? SMT qoydu deyək. Məsələn, daily cycle SMT qoydu. Hansı ki, nə görə daily cycle deyirəm? Məsələn, YM gəldi deyək, aldı da burada. Və NQ də gəlib ala bilmədi deyək, burada gəldi, burada da bu daily cycle qoydu. Düzdür? Düzüm. Və artıq burada nə görürük? Biz ES-də True Day Open-un altında qoymuşuq artıq daily cycle SMT. Yəni bu bizə göstərir ki, biz buradan çevriliş üçün yetərincə konformasiyamız var onsuz da longa getmək üçün. Düzdür, dediyim kimi bunu bias yönündə və drop on liquidity yönündə ayarlamalısınız. Mütləq şəkildə narrative, yəni high time frame narrativimiz low time frame ilə mütləq şəkildə uyuşmalıdır. Yəni çox insan dediyim kimi məsələn high time frame retracement, low time frame belə desək trend kimi trade edə bilər, amma dediyim kimi high time frame-in low time frame ilə uyuşması bizim üçün daha yaxşı və daha high probability setuplar göstərəcəkdir mütləq şəkildə. Dediyim kimi SMT-lər true open-ların üzərində və altında bizə daha yüksək ehtimallı işləmlər göstərə bilər. Təbii ki, draw on liquidity və bias mütləqdir. Məsələn, dediyim kimi, mən burada short-am düzdür və gəlib görürəm ki, True Week Open və True Day Open üzərində qoymuşam bunu. Bu mənim üçün daha da belə desəm, yüksək ehtimaldır. Nəyə görə? Çünki bizə nə demişdik? True Open-ların üzərində olanda sell üçün, True Open-ların üzərində olanda bizim üçün selləmək daha yaxşıdır. Çünki qiymət premiumdadır.
və əks istiqamətdə isə long olduğu isə true open'ların aşağısında lonqlamaq bizim üçün yenidən daha sərfəlidir. Nəyə görə? Çünki qiymət diskountdadır. Dediyim kimi bir öncəki dərslərə toxunduğum kimi true open'lar bizim üçün premium və discountun vacibliyini göstərir və dediyim kimi bəli bu qədər. İndi gəldik HTML-yə. HTML-də bir çoxunuz başınız qarışa bilər. HTML nədir? Onu da deyim. Hidden Cycle HTML, yəni belə desək gizli, belə desək çox adamın qrafikdə görmədiyi HTML-lərdir. Hansı ki bunu artıq biz body üçün işlətmirik. Daha doğrusu fitilləri işlətmirik bu zaman. Biz sadəcə bodyləri nəzərə alırıq. Məsələn, buralarda olmalıydı. Hətta dünənki şeydən sizə nümunə gətirəcəm. Hətta bu dünənki şeylərdə bu arada. Yəni dünəndə ona görə sel getdi. Nə dedim mən sizə? Daily Cycle SMT-miz var. Night Minute Cycle SMT-miz də bunu dəstəkləyir. Bias yönündədir. Mükəmməl şəkildə gedəcək. Yəni. Deməli, baxaq. Hamısında indi wickləri bağlayacağam. Burada da wickləri bağlayaq. Çox zaman, məsələn, burada heç 90 minute cycle SMT qoymuşdu. Çünki burada quarterımızın high buradadır və bu heç bir parite gəlib quarter 2-nin high'ını gəlib götürməyibdir. Əks istiqamətdə isə biz burada nə görürük? Biz demişdik ki, bodyləri də nəzərə alırıq. Daha doğrusu bodyləri ancaq nəzərə alırıq hidden cycle SMT-də. Məsələn, aha. Məsələn, Q2-da Q2 buradadır, düzdür. Q2'nun ən yüksək body'sinin olduğu yer burada, düzdür. InQ-da. ES də buradadır və YM-də isə buradadır. Tam burada. Okay. Yox, bura weak-dir. De buradadır. Okay. Body'lərə baxırıq. Body'lərin high və low-una. Deməli, biz burada nə görürük? Görürük ki, NQ gəlibdir bu body'nin üzərində close veribdir. Görürsünüz, gövdə ilə close veribdir. Burada mütləq şəkildə body ilə close görməliyik. Yox, əgər bu weak olsaydı, yəni məsələn, bura body'dir, amma burada weak'imiz var, düzdür? Məsələn deyək. Bu weak'dir, yəni buranı weak'ləmişik belə bir şey. Biz weak görmək istəmirik burada. Bizim görmək istədiyimiz şey body ilə close'dur, okay? Məsələn, gəldi, buranın üzərində close verdi, hansı ki ES və ya YM cəhv verəməyib. Bu bizim üçün 90 minute cycle SMT olur, okay? Hidden cycle SMT. Şaşırıyoruz, yəni weak-dən olmalı deyil. Çünki biz nə dedik? Weak-lərə baxmırıq heç, okay? Sadəcə body'lərə baxırıq. Görüm, sizin üçün bir dənə daha example tapa biləcəm. Deyəcəkdim, example tapdım elə. Baxın. Burada elə. Gözümüzün qabağında. Nə dedim mən sizə? Body'lərin high və low-larına nəzər yetiririk. Dəqiqə. Buradır. Body'lərin high və low-larına nəzər yetiririk. Gördüyünüz kimi yenə NQ neyinibdir? Gəlib Q1-ın ən belə desək, body'sinin ən low-una gəlibdir. Altında body ilə bir bağlanış veribdir bizə. Amma digərləri bağlanış verəməyib body ilə. Görürsünüz, sonra isə buradan qiymət onsuz da yuxarı doğru gedib. Burada artıq nə demişdim mən sizə bir də? Low time frame SSMT-lərimiz əgər high time frame biasimizlə uyuşmursa və ya drop on liquid ilə uyuşmursa, bu bizim üçün artıq retracement'dir. Ya da hər hansı bir Kraken correlation bizə göstərmək üçün belə deyək, məsələn, burada düzdür. Məsələn, 90 minute cycle HTML qoyandan sonra gördünüz yuxarı doğru getməyə. Bu bizə nəyi göstərir? Gəlib burada Londonun quarter 2-nin, yəni daily cycle SMT qoyubdur və qiyməti daily cycle SMT qoyandan sonra short-a hazırlayıbdır. Okay, yəni bunu anlayın. Yəni nə demişdik biz? Bias yönümüzdə olmalıdır mütləq şəkildə SMT-lərimiz və drop on liquid-lərimizdə. Bu qədər əslində bu dərsimiz. Ümid edirəm ki, həmçinin həm long senaryo üçün, həm short senaryo üçün göstərdim. Hidden cycle SMT məsələn gördünüz. Burada body ilə bağlamışıq, tikərlərində isə heç bağlayamıyoruz. Bəlkə də burada weak var. Bəlkə də belə bir weak atıbdır.
buranı gəlib götürübdür. Amma buranın əgər altına biz body close verməmişiksə, mən buranı HTML göstərməliyəm. HTML-lər sadəcə bodylərə baxılaraq müəyyən edilir. Dostlar, bu qədər. Ümid edirəm ki, anlamısınız və bu arada dediyim kimi, HTML olan zaman bizim normal SMT ehtiyacımız yoxdur. Yəni normal SMT olmasa da, məsələn burada normal SMT yoxdur, görürsünüz. Amma HTML-imiz var. Yəni HTML-lər də bizim üçün vacibdir. Yəni belə desək, HTML-lərdə bizim belə desək, işlem qurgulamamızda ən vacib rollardan oynayan, yəni vacib rol oynayan SMT-lərdən biridir. Ola bilər ki, həmçinin həm SMT, həm HTML olsun və ya SMT olsun, HTML olmasın və ya HTML olsun, SSMT olmasın. Bu çox vaxt baş verə bilir və yəni dediyim kimi başınız qarışmasın, hər birindən işləm axtara bilərik. Və bu qədər dostlar. Bu dərsimizə belə, gələn dərsdə çox güman ki, PHP, PR-sını izah eləyəcəm. Sonra narrative, MXML, PLC-ni